hədis Allahın sözüdür. Peyğəmbərin sözü Allahın sözüdür. Quran deyir bunu. Adam durur deyir ki, nədir? Peyğəmbərin sözü mənim üçün əsas deyil. Bilirsiniz niyə? Çünki axı hədisə müraciət eləsə, bu yalancı iddiaları ortalığa çıxacaq. Ona göre de mecbur olacaq neyləsin, öz-özünü inkar eləsin. Zəmin yaradır ki, Peyğəmbərin sözü mənim üçün hüccətdir. Hər kəs mən rəğəbə ən sünnəti fələysə minni, Peyğəmbər buyurur. Hər kəs mənim sünnətimi tərk eləyə məndəndir. Yəni müsəlmandır. Bunlar əməli cəhətdən ispat edirlər ki, müsəlman deyirlər. Yəni Quran ayəsi bunu açıq-aşkar ispat edir. Ona göre de Kur'an bunların bir dene de cezasını buyuruyor ki وَالَّذ۪ينَ كَدَّبُوا بِآيَاتِنَا سُمُّمْ بُكْمُنْ فِي الظُّلُمَاتِ Onlar ki bizim ayelerimizi inkar edirlər, onlar çardılar, onlar laldılar ve zulmətdədirlər. Ve o ayenin sonunda deyir ki Allah'dır onları ne deyər? Zəlalətə doğru sürükləyər. Zəlil edər. Bunlar zəlil olan insanlardılar. Çünkü Kur'an ayesini inkar edirlər. Yani Peygamberin sözünü qəbul eləməmək, Kur'an'ı qəbul eləməmək deməkdir. İslam'ı qəbul eləməmək deməkdir. Peygamber sünnəsi yəni nə? Peygamberin dediği sözlər, Peygamberin gördüğü işler, Peygamberin yanında görülen işler ki, onlara Peygamber itiraz eləməyib. Sünnə yəni bu. Bunu hamı Sünni də qəbul edir, Şiyə də qəbul edir. Amma bu Yahudi kölələri ki, bunların düşmənçiliyi İslamlandır, ona görə də sui-istifadə edib bu ayələrlə bu özlərini zillət aparırlar, onlara qulaq asanları da zəlil edirlər. Ona görə də əzizlərim, bizim vəzifəmiz nədir? Qur'anı öyrənmək, Qur'anı bilmək. Bax, Qur'anı bilmədiyimiz üçün bugün o mirilər, dirilərdir, nə turanviranlar çıxıb ortalığa ümməti azdırırlar, yolundan saptırırlar. Biz də bilmirik, o xeyirdir, hədisdir da. Amma elementar onun elə qrammatik səhvlərini bilmirik. Adam deyir ki, Basım Məmməd Əliyev səhv tərcümə eləyib, Ziya bin Niyadov səhv tərcümə eləyib. Kim var? Hamısı səhv tərcümə eləyir. Ən düz tərcüməni mən eləyirəm. Mən də ərəb dilim bilmirəm. Görün, millət nə günə qalıb? Biz nə günə qalmışıq? Vallahi Allah'a cavab verə bilməyəcək. Allah bizə deyəndə ki, bu Qur'anı oxumuruq. Deyir ki, bir mümin insan dünyadan gedir, qoyurlar onu qəbrə. Kəfənin iplərini açırlar. Bir nəfər düşür, əlin qoyur çiyninə. İsmə ifhəm. Qulaq as, eşit məni və başa düş. Ya filan ibni filan. Ya filan kəsin oğlu. Təlqin dillərdən miydi görmüşsünüz? Hələ ətəkəl mələkan, 2 dənə mələk gələcək, səndən soruşacaq filan. Bir dənə də sualları bu olacaq. Mən kitabın hansıdır? O da yekə deyəcək ki, Vəl Qur'anu kitabı, Qur'an mənim kitabımdır. Ağlaşım ondan sonra başlayacaq. Götürərlər, verərlər adama. İqra kitabıka, oxu kitabını. Şimdi oxuya bilmişsən. Bir de ne tərsən kitabıydı bu? Onun cevabını verəməyəcək. Kur'an bizden şikayət edəcək. Kur'an deyəcək ki, bunlar məni qərib elədilər.